Müstəqillik günü deyirsiniz, eləmi? Hansı müstəqillikdən siz danışırsınız? Əsasən də Elçibəy hakimiyyəti vaxtında Elçibəyin ətrafını sarmış quldurlar hakimiyyəti Heydər Əliyevə devr edib, aradan cırıb, sonra müxalifət oyunu oynayanlar müstəqillik bayramı qeyd edirlər təntənə ilə. Siz hansı müstəqillikdən danışırsınız? Azərbaycandan minlərlə siyasi mühaciri Avropaya qaçırtdığınız müstəqillikdən mi danışırsınız? Yoxsa Rusiyada 2 milyon kişinin pul qazanıb Azərbaycanda girovda qalmış ailəsinə işıq pulu, qaz pulu, su pulu, nə bilim, çörək pulu göndərən müstəqillikdən danışırsınızmı? Azərbaycanın müstəqilliyini qeyd etmək üçün Azərbaycanı müstəqil etmək lazımdır. Azərbaycan müstəqilliyini elan edib, bəli, şərəfli Məmməd Əmin Rəsulzadə tərəfindən və onun silahdaşları və onun dostları, qardaşları tərəfindən Azərbaycan müstəqilliyini elan edib 100 il öncə. Amma müstəqillik əldə qalmayıb. Müstəqilliyi sonradan komünist şərəfsizləri Ruslara satıb və sonradan Elçibəy əli ilə hakimiyyət bərpa olunub. Bir il hakimiyyətdə qaldıktan sonra yenə Elçibəy və onun tərəfdaşları, arkadaşları, dostları hakimiyyətə gələn qruplaşmaları Heydər Əliyevə devr ediblər. Budur 35 ildir Azərbaycan müstəqilliyini yenidən itirib. Azərbaycan müstəqil deyil. Özünüzü aldatmayın. Azərbaycan xalqının gənc nəslini aldatmayın. Azərbaycanlının naiv insanlarını aldatmayın. Azərbaycanın yenidən müstəqilliyini əldə etmək üçün ayağa qalxmaq lazımdır və Azərbaycanı yenidən müstəqilliyinə qovuşturmaq lazımdır. Bunun üçün də bugün hakimiyyətdə olan artıq 35 ildə Azərbaycan xalqının anasını, Azərbaycanın anasını ağlar qoymuş Əli Paşayevlər sülaləsini və Heydərizm sistemini yerlə yeksan etmək lazımdır. Onda Azərbaycan yenidən müstəqilliyinə qovuşacaq. Bunu siz bilirsinizmi? Yoxsa yenə utanmadan, usanmadan Məmməd Əmin Rəsulzadənin heykəlinin önündə müstəqillik qeyd edirsiniz. Halbuki Məmməd Əmin Rəsulzadənin məzarı Ankaradadır. Azərbaycana gələ bilmir. Azərbaycanın müstəqilliyini elan etmiş kişinin məzarı. Siz buna hələ nail ola bilin, siz bunu hələ əldə edə bilin, sonra müstəqillik bayramı həyasızcasına qeyd edəcəksiniz. Məndən bu qədər.